Airdrop 2-ci sezon Soso Value listelənməyəcək. Səbəbi də odur ki, Soso Value onsuz listelənib. Listelənməklə airdrop paylanmasını qarışdırmayın. Bəs yaxşı, airdrop nə vaxt paylanacaq? Airdropun paylanması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur, amma mən bəzi araşdırmalar edərək sizlər üçün məlumatlar toplamışam. Diqqətlə izləməyinizi tövsiyə edirəm. Elə burada sürətli şəkildə göstərim. Baxın, ekranımızda gördüyünüz kimi Soso Value açıqdır. Mən də bunu vaxt tapdığım müddətcə girib oynayıram və buradan yığdığım coinləri görürsüz. Düzdür, azdır. Bu əslində 1 milyon və 1 milyondan yuxarı olmalıydı, amma yenə də yığmış. Nəysə, mövzumuz bu deyildi. Bunun listelənməsi ilə bağlı sizlər üçün məlumat toplamışam. Baxın, gördüyünüz kimi burada Soso Value-nun öz digər saytına girirəm. Yəni SSI ilə bağlı olan Soso Value saytına daxil olduğumuzda burada görürsüz ki, 90 gün qeyd olunub. Bu SSI-nin 90 günüdür. Yəni bunları digər airdropla qarışdırmayın. Bu airdrop yatırımsızdır, SSI isə yatırımlıdır. Bunu internetdən özünüz araşdıra bilərsiniz. Yəni Soso Value SSI airdrop yazsaz avtomatik olaraq sizi qarşılayacaq. Burada 90 gün verib və 90 günün burada aşağıda gördüyünüz kimi 60 günü qalıb. Yəni müəyyən qədər gündən aşağı düşüb. Yəni 60 günü qalıb burada. Mənim fikrimcə burada 60 gün qaldığı kimi eynən digər yatırımsız airdropda da 6 gün qalıb. Yəni bunu nəzərinizdə saxlayın. Çünki burada bunu 60 gün qalıb deməkdə məqsədim odur ki, bunların yəni Soso Value-nun Telegram səhifəsində və yaxud da Twitter hesabında heç bir müddət falan vermirlər. Sadəcə bunu qoyublar, burada müddət əlavə ediblər. Mənim fikrimcə elə bu müddət ikisinə də aiddir. Ona görə də özləri heç bir müddət falan verməyiblər. Bildilər ki, istifadəçilər buradan başa düşəcəklər ki, 60 günləri qalıb. Yəni bizə əslində 90 gün vermişdi. Burada da özünüz gördünüz. Bu 90 günün 30-unu keçirtmişik. Yəni 1 ay keçib, qalıb 2 aydan sonra airdrop paylanacaq və oynamağa davam edirsinizsə, elə davam edərək də gedin. Çünki bu coin-i özünüz bilirsiniz ki, çox keyfiyyətli layihədir və coin özü də çox keyfiyyətlidir. Bunu yaxşı şəkildə araşdırıb özünüz məlumat ala bilərsiniz. Və qısaca bu Soso Value SSI haqqında məlumat verəcəm. Məlumat verməzdən əvvəl sizə qısa bir şey deyim ki, gördüyünüz kimi YouTube kanalımız qarşınızda açıqdır. Bu kanalımıza abunə olub, bildiriş zəngini açıb, videomuza like ataraq bizlərə dəstək ola bilərsiniz. Özünüzün də gördüyünüz kimi sizlər üçün faydalı, maraqlı videolar çəkirik. Yəni bu kanalımızın inkişafına kömək olmaq istəyirsə, az öncə qeyd etdiyim kimi aşağıdan kanalımıza abunə olun və videomuza like atın. Yəni bizə dəstək olmuş sayılacaqsınız. Gəlin keçək digər mövzularımıza. Bəli, Soso Value 2-ci sezon SSI nədir? Gəlin bu mövzuya qısaca toxunaq. Gördüyünüz kimi burada da 2-ci sezon var. Yəni eynən az öncəki yatırımsız olan bölümdə olduğu kimi burada da 2-ci sezon var və burada yazılıb ki, başlarkən cüzdan bağlayın. Burada qısa bir məlumat verim ki sizə. Bəzi istifadəçilər bununla yatırımsız olan airdropu qarışdırırdı və mənə hər dəfəsində yazırdılar ki, cüzdan bağlamaq falan gəlib, siz niyə bunun videosunu çəkmirsiniz? Əslində cüzdan bağlamaq yalnız burada var. Onun da səbəbi odur ki, yatırımlıdır. Yəni sizin burada ödəniş falan etməlisiniz və yaxud da ödəniş almalısınız. Buna görə cüzdan mütləq olmalıdır. Bunu özünüz yaxşı şəkildə araşdırıb məlumat ala bilərsiniz. Yəni bununla yatırımsız olan airdropu bir-birinə qarışdırmayın. Və ondan əlavə olaraq da burada da az öncə də mən sizə göstərdim. Baxın, SSI token hissə sənədi NEM2 yenə burada 2-ci sezon olduğunu vurğulayır. Daha sonra bu tərəfdə 90 gün yazılıb. Yəni az öncəki 90 gün dediyimiz elə bu idi və burada da geri sayım gedir. Yəni daxil olmaq istəsəz link üstdə görünür. Bu formada daxil olub tapa bilərsiniz və yaxud da Soso Value SSI yazaraq axtarış verib tapa bilərsiniz. Yəni burada çox böyük bir şey yoxdur. Elə sadə bir şəkildə yatırım etməyiniz üçün yer qoyub və geri sayım falan yerləşdiriblər. Yəni bunları qısaca demək istədim ki sizə. Digər yatırımsız olan airdropla SSI bir-birinə qarışdırmayın. Və qısaca bir məlumat da verim ki sizə, bu airdropa biz davam etməliyik yoxsa yox. Yəni az öncə də mən sizə göstərdim ki, vaxt tapdığım müddətcə buradan daxil olub oynayıram. Və ilkin olaraq onu da deyim ki, davam oynayırsınızsa əgər və gündəlik olaraq vaxt ayırırsınız, elə bu formada da davam etməyinizi tövsiyə edirəm. Çünki özünüz də onsuz internetdə araşdırarkən görmüsünüz, bu layihə çox tutarlı layihədir. Ona görə də 1-ci sezonda necə keyfiyyətli şəkildə airdrop paylanımı elədilərsə, 2-ci sezonda elə olacaq. Yəni tam şəkildə güvənə bilərsiniz. Əgər bu yalan bir şey olsaydı, mən bunun videosunu çəkməzdim. Yəni ikinci hissə olaraq video çəkməzdim. Kanalımda da onsuz özünüz görmüsünüz. Birinci dəfə necə oynamaq lazımdır, daha çox coin kasmaq lazımdır. Onun videosunu çəkmişəm. Hal-hazırda sağ üstdə çıxdı. Bunun ikincisini çəkməzdim əgər yalan olsaydı. Yəni yenidən qeyd edirəm ki, bunu oynayırsınızsa, gündəlik olaraq vaxt ayırırsınızsa, davam etməyinizi tövsiyə edirəm. Əgər düz fikirləşmişəmsə, 60 gün qalıbsa, 60 günə yaxşı şəkildə, yaxşı miqdarda coin yığa bilərsiniz. Yəni
fərqi yoxdur. 90 gün olsun, 60 gün olsun, oynamaq istəyən, həvəsi olan burada rahat bir şəkildə pul qazana bilər. Əlavə olaraq da onu deyim ki, yenidən qeyd edirəm, sağ üstə videosunu qoymuşam. Buradan gündəlik olaraq girirsiniz. Günlük giriş bölümü var. Burada sizə müəyyən qədər coin verir. Daha sonra sadə bir şəkildə burada YouTube videolarını izləyirsiniz. Twitterda paylaşdığı xəbərlərə baxırsınız və yaxud da digər 4-5 dənə bu formada tapşırıq var. Yəni bunları yerinə yetirirsiniz. Qarşılığında da ekranda gördüyünüz kimi baxın XP adlı öz coinlərini verdi. Yəni bu formada alırsınız. Görevlər onsuz çox rahatdır. Özünüz edə bilərsiniz. Bundan başqa heç bir şey yoxdur. Yəni əlavə heç bir şey etmənizə ehtiyac yoxdur. Gündəlik ən çoxu 3 dəqiqə və ya 4 dəqiqə vaxt ayırmağınız bəsidir. Bunu da mənim fikrimcə hamınız edə bilərsiniz. Və son olaraq da onu deyim ki, əgər bu airdropun paylanması haqqında açıqlama gələrsə, qısaca onu deyim ki, baxın gördüyünüz kimi buraya 2-ci sezon başlanğıcı yazılıb. Normalda 1-ci sezonu oynamış istifadəçilərin bu hissədə 2-ci sezon yazılan yerdə əlavə cüzdan falan bağlamaq yeri var. Daha sonra nə qədər 1-ci sezonda nə qədər coin yığıblarsa onun sayı falan yazılır. Yəni eynən 2-ci sezonda da elə olacaq. Paylanma olduğu gün avtomatik olaraq bura cüzdan bağlamaq gələcək. Daha sonra buraya nə qədər coin yığmışıqsa o hesablanacaq və burada tam şəkildə yazılacaq. Telegram airdroplarından özünüz bilirsiniz, screenshot adlı bir gün var idi. Yəni screenshot günü var idi. O gündə olduğu kimi burada da screenshot olacaq və nə qədər coin yığmısınızsa onlar hesablanıb burada qeyd olunacaq. Yəni o günlər olmamış, öncə qeyd etdiyim şərtlər olmamış heç bir zaman gizlincə paylanma ola bilməz. Yəni bunu nəzərinizdə saxlayın. Və burada da gördüyünüz kimi Twitter səhifələrini açmışam və bu tərəfdə isə YouTube səhifələri var. Eynən az öncəki tapşırıqlardan da daxil ola bilərsiniz. Burada özünüz araşdırmalar edin. Baxın, paylaşımlar edirlər özləri. Buradan araşdırmalar edin. Airdropun paylanması ilə bağlı məlumat gələrsə, əvvəlcədən xəbər tuta bilərsiniz və xəbər tutsanız əgər yeni məlumat gəlsə, bu videomuzun kommentlər bölümünə yazarsınız ki, digər istifadəçilər də məlumat alsın. Yəni qısaca onu demək istəyirəm ki, SoSoValue'nun airdrop paylanmasını öyrənmək istəyirsə, mütləq Twitter səhifələrini və YouTube səhifələrini, hətta belə Telegram səhifələri belə var. Onları takibə alın və rahat bir şəkildə məlumat almağınız üçün işə yarayacaqdır. Mənim fikrimcə bu videomuzda SoSoValue'nun 2-ci sezonu haqqında məlumat almısınız. Yəni mənim bildiklərim və araşdırdıqlarım bu qədər idi. İnşallah sizin üçün faydalı olmuşdur və mənim bilmədiyim məlumatlarınız varsa aşağıda kommentlər bölümündə yazın və az öncə qeyd etdiyim kimi yeni məlumat falan gələrsə, mənim xəbərim olmasa, mütləq aşağıda kommentlər bölümündə yazın ki, digər istifadəçilər də görsün onu. Onsuz paylanma olduğu gün mən avtomatik bunun videosunu çəkib atacağam. Cüzdan necə bağlamaq olar, pulu necə çəkmək olar, hamısının videosunu çəkəcəm. Yəni narahat olmayın. Aktiv şəkildə sizin kommentlərinizdə izləyirəm. Çoxunuz yazır ki, niyə çəkmədin, niyə yalan danışdın? Narahat olmayın. Heç bir yalan falan yoxdur burada. Və son olaraq da bundan əvvəlki videomuza gələn kommentləri göstərin və yavaş-yavaş videomuzu sonlandıraq. Ekranda gördüyünüz kimi kommentlər var. Bu kommentlərin, yəni yorumların ekranda olma səbəbi odur ki, mən hər videoda bir ədəd açar söz deyirəm. Və izləyicilərim də həmin açar sözü aşağı kommentlər bölümünə yazır. Mən də hər videoda səliqəli şəkildə paylaşıram. Ekranda gördüyünüz kommentlər bundan əvvəlki videolarımda yayınlanıb. Yəni siz də bundan sonraki videoda çıxmaq istəyirsinizsə, ekranda bu formada kommentlərinizin görünməsini istəyirsinizsə, aşağı SoSoValue yazın. Yəni aşağı baxın, tam yazılışını yazmışam. Bu şəkildə yazsaz, mən sizin kommentlərinizi bundan sonraki videomda paylaşacağam. İnşallah az öncə qeyd etdiyim kimi bu video sizin üçün faydalı olmuşdur. Mənə dəstək olmaq istəyirsinizsə, az öncə qeyd etdiyim kimi aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bir də əsasda bildiriş zəncini aktiv edə bilərsiniz. Gələcək videolarımızda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.